Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin məhkəmə prosesinin növbəti baxış iclasında Ermənistanın Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsinə dair sənədlər, sübutlar təqdim olundu. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Kəlbəcər işğal edilən zaman ermənilərin çəkdiyi video materialları təqdim etdi. Nümayiş olunan video materialdan biri 1993-cü il martın 29-da, digər isə martın 30-da lentə alınıb. Həmin görüntülərdə Ermənistan hərbçiləri rabitə əlaqəsi ilə Monte Melkonyana keçirilmiş hərbi əməliyyatlar Azərbaycanın hansı ərazilərini işğal etdiklərinə dair məlumat verir. İzah et ki, bugün nə etdik? İndi hardayıq? Dünən hardaydıq? Nə etdik? Dünən girdik Çəraqdar kəndinə, sonra Qabağa getdik. İndi Kəlbəcərdən bir 20 kilometr məsafədəyik. 2 günə qədər Kəlbəcəri götürərik. Abo, bir vuraq o tərəfi, yoxlayaq dağlardan. Bəli, yol tərəfi vurun. Sonra tankın qarşısında dayanan Monte Melkonyan danışır. Biz indi Kəlbəcər yolunun üstündəyik. Aprelin 1-idir, çatdıq bura. Ayın 29-da hərəkətə başladıq. Sərəkdarı tutduq, sonra bir neçə kəndi tutduq. 3 mövqe tutduq, Qabağa gəldik, bura. İndi 4 yoldayıq. Ardınca Monte Melkonyan deyir ki, Kəlbəcəri Ermənistana birləşdirməklə bütün götürülmüş ərazilər birləşəcək. Ermənistana çox yollar açılacaq. Bildirir ki, 1988-ci ildə qəbul etdikləri dırnaqarası qərara əsasən Azərbaycanın bu əraziləri Ermənistana dırnaqarası birləşəcək. Onların dırnaqarası mübarizələri uzundur və bütün ermənilər bu prosesə kömək etməlidirlər. Verilmiş suala cavabda Monte Melkonyan Azərbaycanlıların güclü müqavimət göstərdiyini, həmin xətti çox çətin yardıqlarını deyir. Növbəti video 1993-cü il aprelin 3-də lentə alınıb. Qanunsuz erməni silahlı birləşmələri ələ keçirdikləri silah-sursatı nümayiş etdirirlər. Kəlbəcərin 19 kilometrliyində olduqlarını qeyd edərək 70 azərbaycanlını necə qətlə yetirdiklərindən, meyitləri hansı formada təhqir etdiklərindən, silah-sursatı necə ələ keçirdiklərindən danışırlar. Bildirirlər ki, meyitlərin ayağındakı ayaqqabıları erməni hərbçiləri çıxararaq özləri geyinib. Monte Melkonyan sevinclə qışqıraraq Kəlbəcəri tutduqlarını deyir. Hərbçilərdən biri tunelin partladılmasını təklif edir. Bunun ardınca nümayiş olunan növbəti videoda isə Arşavik Qaramyan əsir düşən Azərbaycanlı hərbçini təhqir edir. Video materialda qətlə yetirilmiş Azərbaycanlıların meyitlərinin necə təhqir olunduğu görünür. Beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq əsir və girovların şərəf və ləyaqətlərini alçaldırlar. Növbəti videoda Ermənistan silahlı birləşmələri mülki Azərbaycanlıları, o cümlədən azyaşlı uşaqları da girov götürərək tanka mindirir. Hadisə zamanı girov düşənlərdən biri, Kəlbəcər sakini Zabil Səfərov məhkəmədə ifadə verərək dedi ki, o zaman onun 14 yaşı olub. 93-cü ildə o mənim gördüyünüz kadrda nənəmdir. Mənəm 93-cü aprel ayında 4-cü girdi Kəlbəcərə, bizi mühasirəyə aldılar. Mühasirəyə alanda biz həmən kətdə 6 nəfər idik. 6 nəfər idi. Onlardan mühasirəyə girov düşməsin deyə Dadaşov Göyüş və anası Göyüş özün güllərlə vurub yaralandı və qızına dedi vurma. Qızı məndən 15 yaşı vardı. Qızı atasını öldürdü, qoca nənəsini öldürdü və özünə də 3 güllə vurdu, yaralandı. Zərər çəkən dedi ki, video materialda erməni hərbçilərlə danışan onun nənəsidir. Tanka minə bilmir və erməni hərbçilərə yalvarır ki, nəvəsini ondan ayırmasınlar. Amma erməni hərbçilər nənəsinə məhəl qoymayaraq onu tanka mindirir. Bu zaman nənəsi onsuz da haçansa Azərbaycan ordusu torpaqlarımızı geri qaytaracaq deyir. Bundan əsəbləşən erməni hərbçilər elə həmin yerdə nənəsini güllələyirlər. Zərər çəkən dedi ki, girov olduğu zaman ona dəhşətli işgəncələr veriblər. Bütün bu işgəncələri isə Azərbaycanlı girovların gözlərinin qarşısında törədiblər. Qadına, qocaya məhəl qoymadan qeyri-insani hərəkətlər ediblər. Günlərlə girovları ac-susuz saxlayıblar. Əsirlərin bədəninə qızdırılmış şiş yeridiblər. Qulaqlarını kəsiblər. Girovların bəzilərini döyə-döyə öldürüblər. Zərər çəkmiş dedi ki, onu 5 ay Şuşa həbsxanasında saxlayıblar. Bədənlərinə elektrik cəryanı veriblər. Rezin dəyənəklərlə döyüblər. İşgəncələr o qədər dözülməz olub ki, bəzi girovlar dözməyərək özünə qəsd edib. Ermənilər meyitləri də təhqir edib, girovları tankın arxasına bağlayıb,
qanlarına bulaşanadək yerdə süründürüblər. Bir gənc qızı onların gözünün önündə zorlayıblar. Qız buna dözməyərək özünə qəsd edib. Əsirlikdə olan qadınlar təhqir olunub. Zərər çəkmiş dedi ki, ermənilər 23 nəfəri onun gözünün qarşısında diri-diri torpağa bastırıb. Ermənilər girovları öldürdükdən sonra meyitlərini yandırıb. Dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda Zabil Səfərov dedi ki, girov götürüləndə onun 14 yaşı olub. Xankəndidə girovluqda saxlandığı zaman Azərbaycanlılara ən çox işgəncə verən Slavik və Arkadi adlı ermənilər olub. Bildirdi ki, işgəncələrdən bədənində şiş əmələ gəlib və yeriyə bilməyib. Belə olanda Arkadi ilə Slavik onu öldürmək istəyib. Zərər çəkən onu da dedi ki, girovluqda qaldıqları zaman onları Azərbaycanlıların qəbristanlıqlarına aparıb qəbirləri qazdırıblar. Ermənilər meyitlərin qızıl dişlərini çıxarıb, sonra da meyitləri təhqir ediblər. Şuşa həbsxanasında onlara Saşa adlı erməni daha çox işgəncə verib. Onu 10 gün suyun içində saxlayıblar. Sonra məhkəmədə əsir və girov düşən azərbaycanlılarla bağlı çəkilən video nümayiş olundu. Zərər çəkən dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda dedi ki, görüntülər 1993-cü il aprelin 12-sində lentə alınıb. Videodakı azyaşlı oğlan odur. Girovluqda qaldıqları zaman çəkilib. Həmin görüntüdə Azərbaycanlı girovlar ermənilərə çörək bişirir. Videonu Svetlana adlı Ukraynalı jurnalist çəkib. Ermənilər elə görüntü yaradır ki, güya girovlara yaxşı baxırlar və onları dəyişəcəklər. Əvvəlcədən də girovlara tapşırıblar ki, işgəncə barədə bir kəlmə də danışmasınlar. Zabil Səfərov zərər çəkmişlərin nümayəndəsinin sualına cavabda dedi ki, o 1995-ci ilin noyabrında girovluqdan azad edilib. İclasa zərər çəkənin barəsində olan məhkəmə tibbi ekspertiza rəyi də elan olundu. Zərər çəkən Nəsimi Səfərov isə 1992-ci il aprelin 8-də Ermənistan silahlı birləşmələri Kəlbəcərin Ağdaban kəndində azərbaycanlılara qarşı törətdiyi qətliamdan, sonra isə yaşayış məntəqəsinin işğalından danışdı. Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabda dedi ki, Miyatsum ideologiyası ortaya atıldıqdan sonra kəndə hücumlar başlayıb. 1989-cu ildən başlayaraq Azərbaycanlılardan kəndi boşaltmağı tələb ediblər. Amma əhali müqavimət göstərib, kəndi tərk etməyib. Zərər çəkmişin hüquqi varisi Zamin Qurbanov isə dedi ki, Ermənistan silahlı birləşmələri 1992-ci il aprelin 8-də gecə vaxtı Kəlbəcərin Ağdaban və Çayqovşan kəndlərinə silahlı hücum edərək 32 nəfər öldürüb. Hücum zamanı atası Bakı Qocayev və anası Zeynab Qocayeva da yaşadıkları evdə diri-diri yandırılaraq öldürülüb. O, həmin vaxt Bərdədə yaşadığından hadisə barədə bir neçə saat sonra xəbər tutub. Kəndə gələndə evlərin əksəriyyətinin yandığını görüb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabda dedi ki, həmin vaxt o, valideynlərinin yalnız yanmış meyitlərinin sümüklərini tapıb. İfadə verdi ki, Ağdabana hücum 1988-ci ildən başlayıb. Azərbaycanlılara qarşı təbliğat aparılıb. Məqsəd Azərbaycanlıları kənddən qovmaq olub. Kənd özünü müdafiə qüvvələrinin hesabına çox çətinliklə müdafiə olunub. Növbəti dəfə kəndə hücumun əsas məqsədi əhalini məhv etmək olub. Zərər çəkən dedi ki, Ağdabanda qətlə yetirilən azərbaycanlıların meyitlərini yandırıblar. O, Ağdaban faciəsində çoxsaylı doğmalarının qətlə yetirilib, meyitlərinin yandırıldığını söylədi. Zərər çəkən İskəndər Kərimov isə dedi ki, Ağdabana 1989-cu ildə bir neçə dəfə hücum olub. Həmin vaxt kəndi talayıb aparıblar. Məqsəd əhalini qorxutmaq, evlərindən çıxarmaq olub. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə isə kəndə böyük qüvvə və müxtəlif tipli silahlarla hücuma keçiblər. Kənd sakinlərinə çıxmaq üçün humanitar dəhliz belə verilməyib. Həmin gün Ağdabanın 32 günahsız, mülki sakini vəhşicəsinə qətlə yetirilib. Zərər çəkən dedi ki, onun anasını kənddən çıxdıqdan sonra vurub öldürüblər. Yəni məqsəd kənd sakinlərinin hamısını məhv etmək olub. Məhkəmədə ifadə verən Müşfiq Əliyev də Ermənistanın Kəlbəcəri işğal etməsi nəticəsində zərər çəkib. Bildirdi ki, həmin vaxt 15 yaşı olub. Ermənistan silahlı birləşmələri onları 4 tərəfdən mühasirəyə alıb atəş açıb. Onların olduğu avtomobilə açılan atəş nəticəsində özü və ailə üzvləri güllələnib. Atası, anası, kiçik qardaşı öldürülüb. Bacısına da 8 güllə dəyib. Bacısının sağ qaldığını çox sonralar bilib. Bacısı yaralı vəziyyətdə girov götürülüb və sonradan bir erməni hərbiçi ilə dəyişdirilib. Onun özünü də yaralı vəziyyətdə girov götürüblər. Girovlar soyuq zirzəmidə saxlanılıb. Yaralıların bəzisi həmin zirzəmidə ölüb. Su istəyənləri avtomatın qundağı ilə döyüblər. Onu yaralı vəziyyətdə Xankəndiyə aparıblar.
Bildirdi ki, həmin vaxt çox qan itirib. Onu Xankəndidəki uşaq xəstəxanasına gətiriblər. Ayağında 5 güllə yarası olub. Heç bir ağrı kəsici vermədən ayağını əməliyyat ediblər. Zərər çəkən dedi ki, xəstəxanada həyatının ən dəhşətli günlərini yaşayıb. Ona yaralı vəziyyətdə işgəncələr verilib. Şuşa həbsxanasında saxlandığı 3 il müddətində də zülm və işgəncələrə məruz qalıb. Günlərlə ac su saxlayıb, ən çətin sahələrdə işlədiblər. Zərər çəkən dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda bildirdi ki, girovluqda saxlanılan bəzi azərbaycanlılar verilən işgəncələrə dözməyərək özlərinə qəsd edib. O da buna cəhd etsə də başa çatdıra bilməyib. Hətta işgəncələrə dözməyərək özünü yandırmaq da istəyib. Zərər çəkənlərin ifadəsindən sonra növbəti video material nümayiş olundu. Həmin videoda sonradan qondarma rejimin dırnaqarası daxili işlər, Milli Təhlükəsizlik Nazirləri və baş prokuroru olmuş Arşavir Qaramyan hərbçilərin əhval-ruhiyyəsinin yaxşı olduğunu deyir. Həmin videoda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təcavüzkar müharibəni davam etdirməkdə israrlı olduğu bir daha təsdiqini tapır. Sonra məhkəmədə baş prokurorun böyük köməkçisi Vüsal Əliyev 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndinin işğal edilməsi və sakinlərin qismən məhv edilməsinə dair materialları təqdim etdi. Məhkəmə prosesi mayın 12-sində davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözgedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.